Bugün təlimimizin 10-cu günüdür. Bugünkü günümüz təcrübəyə təsvir olunubdur. Yəni, təcrübə dərsdə, keçən dərsimiz bizim üz nahiyəsində kinezini etməkdir. Bu günlərin praktik olaraq həm gətirdiyiniz uşaqların üzərində, həm bir-birimizin üzərində işləyəcəksiniz. Və bunu Aynur xanım müşahidə edəcək, kimin nəysə, haradasa çətinliyi varsa, nəysə düzgün eləməyibsə, onu sizə yenidən deyəcək, başa salacaq. Necə etmək lazımdır ki, siz bunu başa düşəsiniz. Keçən dəfəki dərsimizdə də Aynur xanım sizə yadınızdasa dedi, başa saldı ki, bu hansı hallardan kimi olur? İflicli uşaqlarda üz sinirlərini neyləmək üçün, sual verirəm, neyləmək üçün? Baxmaq üçün də çeynəmə dəstəkləmək üçün istifadə olunur. İndi biz vaxt itirmədən təlimimizə başlayırıq, yəni təcrübəyə başlayırıq, hər birinizə uğurlar arzu edirəm və Aynur xanımın təlimatı ilə verilmiş tapşırıqlara başlaya bilərsiniz. Uğurlar. Sabahınız xeyir, qızlar. Bu günləri elə bilirəm ki, keçən dərslərdən daha maraqlı, həyəcanla gözləyirsiniz bu üzlərin ediləmə. Belə bir təklifim var ki, təcrübə olaraq işləməyə istəyirsiniz ki, siz götürün bu adi maketin üzərində işləyin. Yəni, sonra bir də canlı olaraq üzərinizdə işləyin. Bax belə. Yaxşı, bölünməliyik də indi. 3 dol. 4-4-də, 4-4 bölmək, bəli, bir kuşetkaya 4-4, Otura biləsin ya. oturup eləsinlər. Bir də kuşetkayda 2 nəfər, bir nəfər otursun, 2 nəfər, bunu qoyaqın tərəfə. Bunu çəkin duraq. bu lazım deyil. Söhbəti azaldınız. Məncə, mərkəz məsələsi deyil ki, Osmanda da söylədiniz də, eləmi? Osmanda kısacası qəşəng keyif var idi. İhtimalı bir dənə qalır. Bugün Gözüm Her yere yayılır keyifler. Her yerde Var. Keyif Azərbaycanda 12-ci ildə başlanmış şeylər var. Yukarıdan bilmirlər. Deyim, deyirəm, şunaydım, deyirəm. şeydən Allah'ın sümüyündən sənəsi verir. Eləmiş yazdım. Hə. Çiçəkli yazdım. Bu yazılar, vitamin verir, qeybət dərman verir. Onu yoxdur, heç başqa Eləyəm. Dərman uşaqlar Şanlı çaşmamaq Ama bir güzel uyumlu ben işte işler danıştıram. Gəldim yanına. Beş tane Yuxarıdan aşağı artırır, aşağıdan yuxarı. Yaxşı ama çok en azından biraz da olsa neyle göstereyim senin de sana çok Bir dəqiqə hamınız mənə baxın. Televizorun olur, siz hamılar da görsünüz. Siz yaxınlaşacaq da. Sizdə olan səhv. Əslində nə etmək istədiyinizi anlamışsınız da. Misal üçün, bura yapışdırdınızsınız, yaxın buradadır, gərgin əzələ. Əzələn gərgini götürmək üçün həmişə aşağıdan vururuq da, düzdür? Ki, daçsın. Amma əzələni bərkitmək üçün yuxarıdan vururuq da, yıxsın, kömək eləsin hərəkətə. Əla, bunu başa düşürsünüz. Amma bu əzələ çeynəmə əzələsi bizim, orada deyil. Almacıq sümüyünün altından videolara baxmırsınız. Çəkirsiniz, amma baxmırsınız yəni. Bilməm, çəkirsiniz mi heç? Bilmirəm. Bax, almacıq sümüyü buradadır. Budur, almacıq sümüyü buradadır.
Və bu çeynəmə əzələsi almacıq sümüyünə gəlir, çənəyə birləşir. Siz onu amma yox, siz onu düz etməlisiniz. Bu əzələ, bu almacıq sümüyü bu şəkildə olmalı. Tamamilə yanlış. Siz səhv salmışsınız o mimik əzələləri. Yanlışınız buradadır. Baxın, siz bu əzələri korreksiya edirsiniz. Bax, qızlar, çeynəmə əzələ. Sizdə də eyni yanlış. Bura kimi daxilirsiniz, yox. Almacıq sümüyü ilə çənə arasında. Çeynəmə əzələsi. Bəli, buradan bu şəkildə. Amma aşağısı düzdür aynı xanım, aşağı hissəsi. Bəli, o düzdür. Amma almacıq sümüyünə kimi. Onu o şəkildə səhv etmişsiniz. Əzələ hardan başlayır? Almacıq sümüyünə bura. Almacıq sümüyünə gözünü döndürək. Ola bilməz, yaxır gidərək. Amma çox bəli, baxın, Burada da düzdür. Burada isə çömbülənə, burada isə qısa olmalıdır. Almacıq sümüyünə qədər. Düz olmadı. Yox, məndə düz olmadı. Ama çeynəmə. Sizin tapşırığınız o idi. Düz olmadı, yox. Sökürəm tezdən. buradan. Mən də deyirəm də. Buradan. O əzələ qızdardır. Tamam. Bəlkə badəm istəsinlər. Məncə çünki uşağı qopartaq, uşağın üzü çox təraş olur. Sən maket verirdin. Yaxşı bura çünki bizim məqsədim niyə uzun? Çünki bu dolar bir də bura kimi gəlir. Mən əslində bir çox cüylərmişdim. İndi balaca lentiçka. Balaca lentiçka ilə bura eləyəcəyik. Balaca lentiçka ilə bura. Ayrı bir dənə balaca bax. Sizin stola aferin. Mən qiymətləndirirəm bizə. Sonda əgər bir kimi göstərmək lazım olsa, mən çəkdim. Nə deyirsən İslam? Sən bir fışkirlədilər deyib, böyüyədə tük çıxmadı üzümlər. Ayrıqdan al. Bax, onun üçün buradan yatırılıb, bura qədər eləməlidə. Bura baxılsın deyə, yoxsa neçə bir üstüdə də sinir elədiniz. Həm dartır o ipiliç üzü, həm dartır, həm də ki sinirin lifi boyuncadır deyə onu oyanıqlıq yaradır. Mən axşam yaşlaşır. bura vurub, Onu sizə imkan versəniz vaxtınız qalsa onu sizə göstərərəm. Ümumiyyətlə bu teypi həm də buranda sinir qidalanması yaşlaşır. Niyə? Çünki dərini qaldırır, qan qaldırır, limfa və qaz axarı daha da sürətləndirir. Sinirin bərpası üçün bir də onu qidalandırmaq lazım. Amma iflici olanda hərəkətsiz daxil bu tərəf, hərəkətli deyil deyə hərəkətli olmayan əzələ qidası da azalmağa başlayır. Çünki biz hərəkət eləyə-eləyə damarlarımızı pompalayırıq, hərəkət eləyə-eləyə mübadilə yaxşılaşır orada toxumalar arasında. Hərəkətsiz qalıb iflic, yox, tək Bunu da indi yuxarıda bir dənə uzun verə, bir dənə uzun ayrıca bir dənə. Çünki onunla bunu verdiniz, ona görə də. Mən bax belə göstərdim sizə, baxın, belə, bunu çıxardım, yaranmamış. Baxın, burada nə edirsiniz? Baxın, budur, bununki budur. Aha, bir dənə də budur. Amma uzun alacaqdan, eyni, burada bir dənə uzun gətireyim, sinirin şaxəyə bura kimi gəlir. Üst siniri, bu mimiki əzələlər. Siniri olanda buradan yapıram. Yox, buradan deyil, buradan. Oradan eləyir. Onun səsini Tamam olsun. Aferin. Bu nə üçün elədiniz? Amma yenə də buradan mən göstərəcəyim. Bura. Eynəmə verəsi burada deyil. Doğa qazanır. Altı eylülü zaten yaxşı, hə? Təmin olun. İndi nə edirik? Çox olanda bilmirsən. Bu niyə elə? Niyə? Güclənmir də. Aynı öyle değil. Aynı öyle değil.
O günkü Her şey güzel. Güneşleştiğiniz zergi bölümü. Başka. Qaşın ortası, qızlar bir dənə Qızlar, bir dənə baxın qaşın ortasına. Elpramoyu hər iki xətimiz. Hər biri burada. Mən də hərəsindən adıyla Yoxsa necə uzun deyil. Yox, düz başın üzü. Orada üzün mikiyəcə. Baxın, mən bu nəzərəsini, bunu teypləyirəm. O hardadır? Qısa. Qısa, buradadır da. Orta. Terapevtik hissəsi ortadadır. Yox, orada yaxın. Terapevtik hissəsi ortadır. Açıram. Bu 60 üçündə. Bunun hafif elin yatmaz var. Burun yatır. Səhər durun görün əgər gözdə bu qırış olacaqmı? Olmayacaq. Gün sonuna qədər bu qırışsız da olmayacaq. Deməli, alın üçün. Oyunda qırış. uzunlaşma yoxsa məsələsi var. Üç ədəd bulunmalıdır, yoxsa kimin alın həcminə Bura qədər də görə. Getirin mürəkkibi de eyni şeydə vurun mürəkkibi. Yuxarıdan bəli, yuxarıdan bu qırış. İndi bir dərsinizi tamam bitirin. Bunlar çox hak etdilər. Ona görə göstərdim. Çünki çox gözəl bir şey var. Siz də bitirin. Sizi də indi biz öz dərsimizi keçək. Ondan sonra həmin bu Aynur xanım başa salır ki, bu kadrda biz neyin səhv işləmişdir. Biz təzə düzəldirik. Bu səhv belə qala bilər. Biz elə düzəldirik ki, yadımızda qaba bu xanımlar 2 dəfə səhv elədilər, sonra artıq etmədilər. Siz buna baxmayın. Hər uşağın quruluşu üzünün başqadır. İmına bunun kimi kopyalamaq lazım deyil. Hər uşağın üzünün sümüyünün quruluşu başqadır. Onda başqa səmtlər. Bir dənə parçası yardım. Sümüyünə geçən sökürsün. Belə eləyib kəsirik, işimiz tez alınsın. Və bu, mən anlamadım bu işi. Siz necə əsməliyə görə burada sanmıyorum. bir şey ola bilər. Hə, bunu Sonra neyinirik? Siz indi mimik əzəllər işləyirsiniz də, düzdür? Yox. çeynəmə əzələsi. Siz tamam, əla. Maladiz. Biraz yuxarıdan almacıq sümüyü görürsünüz. Almacıq sümüyü. Mən belə Baxın. Bu adamın yenə də bəyanat dediyimiz təkrar. Quruluşu başqadır. Burada, yəni budur, aha, bu almacıq sümüyü buradadır. Bu adamın özü uzun çiynəmə zədəsini eləmiş saxısız. Çiynəmə zədəsi gəlir bura, bu çox yayılmışdır. Bunun daxma olmayacaq. Daxma də daxsın da orada gəlməyəcək. Çünki bu qalındır. Bu qalındır. Bunu Bu ne için karıştırdı? Qaçı üstündə, qaçı zəif olan üstündə. Buradadır, çiynəmə zədəsi buradadır. Baxsan da, bu tərəfdən eləyəndə mən çünki belə ölçdürsəm, bax bura gəlir birləşir çiynəmə. Fikir verin.
Bax bir də. İndi bax bunu bu birisi tərəfi isə aşağı yuxarı. O nə idi? Əzələsi zəif. Yuxarıdan elə idi ki, ona dəstək olar. Baxın çiynəmə əzələsinə hələ. Biri zəifdir, biri güclü. Baxın çiynəmə əzələsi almacıq sümüyündən gəlir, hara birləşir? Çənə. Ona görə gicgaha daha yaxın. Daha qulağa daha yaxın. İşləyir. Tam qoyuram ki, belə yanında qalsın. Bizdə zaten zəifdir, şeylər məsələsi. Hep şey Üçünü birdən işləyə bilərsiniz. Neyləmək istəyirsiniz? Minik əzələlər, onu elədik də. Özdən demədim, düzəltməliyim ki, baxın ki, düzəldirəm. Alma. Eləyəcəm, alma. Gözü yumuram. Deyini çox danışırsınız və gec başlayırsınız ki, onlar qalmıyor zamanında. Aşağıda. Ona baxın. Bir dənə də bilərsiniz, Baxın, siz yaxşı bir dənə deyilir, aferin. Bunun da Hiçbir səksiz. Baxın görün. Hər düzə bir dənə Bunu da alın. bonus, indi üz, gözün, mimik. Siz çox düz işlədiyinizə görə sizə Elmə xəstəyim pulu. biraz daha buradan eləyək. Hamısa gətirir, hərdən birinə də. Baxın, qızlar, daha düzü budur. Baxın, daha düzü budur. Çeynəmə zələsi buradadır da, yəni bu uzundur da, biraz daha qısa. Çeynəmə zələsi buradadır, qulağa yaxın. O gərgin olanda ağzını aça bilmir. O gərgindir, hə. Buradan da qoyun yatırır ki, dartsın aşağıya, gərgin azalsın. Amma çəynəmə zələsi zəif olanda yuxarıda yatırır ki, ona qaldırmağa kömək eləsin ki, boşa işləyəsin. Yaxşı. Yazmışlar Belə də Polezne Kaliniya, mən də baxdım görüm. Deməli, göz qırışları üçün kim yaxşı işləyir, qəşəng. Onlara bonus olaraq. Bəli. Yəni yaxşı işləyir deyəndə tez işləyirlər, danışıqlar. Adamlar olur ki, müəyyən yaş dediyində sinir sisteminin pozulması ilə əlaqəli nədir? Gözdə başlayır tez-tez elə səhiyyə. Tıqlar. Heç bir bununla əlaqəsi yoxdur. Bunlar psixoterapiya yaxşıdır. Psixoterapiya, iqoterapiya. Çox düz qulağın hissəsidir. Mən qulağın hissəsi deyəndə mən bax. Elə götürürəm ki, qızım, canım, gəl bu tərəfdən çək. Qulaq tərəfdən söhbət edir. Mənim məqsədim bu qırışları dartmaq. Şişdim. O yaxın harda buldu? Aşağıda. Bir dərini də belə dartıram. Biraz açıq. Aha. Bu boş. Üst tərəfdə görəcəyəm. Sizlərəm də bölümlər var. Gözünüzün altında bu həm də bir görəcək. Sonra buradan üst tərəf necə? Bir də bax bu istəyəndə gedirəndə ora hələ gəlməmişəm. Göz qapaqlarının sağlamasına deyilmir. Ola bilər. Baxır gözdə neçə yaşı var pasientin. Göz qapağının sağlamasına çox gözəl masaj işləməsi göstərir. Çok güzel aplikasiyalar var ki, yani eş bitmez.
Məsələn, mən tutaq ki, sizin o elədiyiniz var. Onu gəlmədim. Spesifilik sizə göstərməmişəm. Yox, siz onun kəsimi bizə Yəni, öyrətmişdiniz də, onu formal. spes eləməmişəm, amma sizin nə qədər aplikasiya var, əlinizi biləni çəkir. Belə gedirsiniz, bəyəklər göstərilir. Siz görmədiniz bəyəkli xanımlar. Aynen hanım, Bəli. o alında belə daimi olaraq qırışlar olur. Onu necə yapışdırmaq lazım? Bunu da yapışdırdılar. Siz bəyəklər var, çox qırışları. O qırışları çoxdur. Eynən bax bunun kimi. Siz bəyəklər görmədiniz qaşın ortasına. Mən amma hərəsində bir dənə azıyla olur. Məmurluq əzələsi bir dənədir. İki hissədən ibarət deyil. Məmurluq əzələsi bir dənə. Və bunu götürürəm. Terapevtik hissəsi, yəni müalicə hissəsi ortada qalır. Yakırda məqsəd nədir? Əzələ hansı hissəyə çəksin. Amma burada o deyil də. Bizdə kompresiya veririk, o hansı bizə lazım olan nahiyyə, terapevtik nahiyyə deyilir ona. Yapışdırırıq, o deyil. Eyni olacaq. Təbir kəsik var idi, ona görə. Bir yapışdırır, yatın. Səhər Baxın, yapışdıranla. Belə dartışdırıb yapışdırsaq olar? Yox. İndi baxın, indi mən qaşları çatan əzələni işləyəcəm. Bir baxın, qaşları çatan əzələ. Onu yakırla eləyəcəm uşaq. Çünki qaşları çatan əzələ neyinir? Biz qoymayacaq onu gəlsin, yakırını buradan vuracam. Qaşları çatan əzələ belə gəlir. Onu götürmək istəyirəm. Deyir, bax, hamısını görsənibdir. Buradan da bir dənə nazik olub eləyə bilərsiniz. Tak, значит, qaşları çatan əzələ. Nə üçün? Onun üçün siz birinci müayinəsə. Kübra verirlər. Kabloqramınıza Çəkirsiniz. Qızlar, dartıram belə, qaşlara çatan əzələ. Dartıram belə, sonra, dartıb sonra. Zümrü. Hə, belə, bunu belə dartıram, cana dartdım ki, bu gəlib məsafə bura çatsın. Bəli. Götürürəm. Tepin üstə tep vura bilirik. Hə, problem yoxdur. O olar yəni, narıçılıq yox. Onu da yuxarıya saxlayır. Bunu bilirəm. Axşam belə yatın. Çox qəşəng. Bir dənə bunun şəklini. Sonra, baxın, şəklini çəkməklə qalmır. Yox, bunun istiqamətini anlamalısınız. Yox, yaxşı. Hansı istiqamətdə vurursunuz, dartırsınız. Təkcə vizual görüntü deyil də, yaxşı. Bax, vurun bu ikisini də belə axşamlar yatın. Səhər durun görürük ki, gün ərzində sizin o vuruş olunacaq. Mən özümdən. Mən də düşürməyin narahat. Çox xahiş edirəm. Burada düşən bu. Mən burada. Mən qaşıma belə var idi. Burasına vururuq, belə yuxarı, burasına masaj elə bilir. Yaşınıza görə eləmişsiniz də masaj. Axşamlar televizora baxanda, meniyada masaj elə əsas bəllilə ki, yağlar, kimya təşkilatı, səndə bana belə Adayı var mı göz eləsin? Mən yapışdırım da bərabər. Ya baxın qızlar, birinin alnının məsafəsi genişdir. Ona yekə veririk, yəni bu şəkildə. Gençləndirmək üçün. Yox, genişləndirmək. Beləcə belə saxlaya da bilərsiniz.
balaca ət rəngdilər. Birində buradan bura belə bölgəsini ayaq kimi. Şeydə də buradan buraydı da, hə, bir O bəlkə teyplər hansı idi, o necə çaşdırıcı idi, həm belə cızığı var, həm belə cızığı var. Adam istiqamətlə çalışır. Bunları belə kəsdim, hazır qoydum. Kim istəsin, nəyəsə istifadə eləyək. Bəli, o tərəfə dartmaq da lazımdır çünki. Bəli. Okey. İndi bir-birinizi düzəldişdik. Mən də bir də göstərdim, bəs nerede? Hə, o əyri uzunluğuna görə sən onu bu tərəfə əyri. Bir dənəsin bunu gör. Bu tərəfə əyri. Zeytin var. Benimki de dartım var. Var değil Vur annene göster. Evde olursa onu dersin. Əyilir. Düz otur. Əsas tərəfin kök tərəfi. Məsələn, yarı kök tərəfi var. Bunu dartın tərəfi. Bunu bu dartsın. Gözlərini başa düşürür. Bu əyir özünü əyir. Əyir. Belə bu, belə. Bir kimi kəs. Yəni bura birinci fərdi tek deyil, özündə keyfiyyətsiz. Yox, mən bu temudan almışım. Görəmə kağızdır. Kəsəndə də kağızdır. Adi qabıdır kəsəndə. Bunu oluşacaq. Ödəyim üçün götürür. Sistem baş hissəni, zəif dartacaq, o hissəni yaxırdı. Zəif hissəni dartacaq. Ödəyim üçün kim istəmə zəif hissəsi? Mən saxlamayın tərəfi, eylən də zəif hissəsi. Bu saxla sən gördün, saxla. Əgər bu yana eylirsə, beni sırf ödəyim üzrə dırnaş eləyirəm. Eğlen taraftan, eğlen taraftan. Əylən tərəfi buradır. Oranı Bunu baş tərəfdən baxsın özünə. İnsan onları deyir, nə olar aşkım? Bu şeydir, yapışmış, rahat peynir. Sen bunun parçasını alıp bunu da artırmıyor. Artırmayan böyle. Bir yana böyle ne de üst üste de üst burayı. Bu ödem üçün. Bəli. Qızlar, ödem var, atyok var, dırnaş kimi. Yox, onun salaları var. Çox kısa oldu. Biraz kısa oldu ama. Bu dartma mı? Yox, dartma olmaz onda. Onu neyse işte derik. Tüklüm birbirimize. Bunu götürüp Sobda yemeği olarken olur, hiç soba hiçbir şey yok. o ne ters olacak? Ödeni üstü olan ödeni götürür. Bu ödeni götürür. Bəs bu oyunda böyle tuzlaşma varsa, Bu oyunda tuzlaşmaya bu değil. Onun bir şey ayrıldı. Heç kömək eləmir. Onu düz yox, dalgalı eləyim. Yiyir əlbəttə. Dalgalı ilə. Dalgalı. Hə, siz də öyrənin, canınız otur. Dalgalı ilə əyri eləyim. Bax, köpücük üstü limfa. Düz onun üzerine vururam. Tartı.
Axırda düzəldir, bakalım. Bu ödülünün girməsi. Olar. Yəni keçən dəfə biraz belə aparanda var. Baxın, kəsəndə dalğavari aparmaq üçün verin. Bunu çox asan bir şeydir. Kağızı açdınız. Sadəcə aparın getirin bu şeydən alınır. Belə Keçən dəfə bu hazır İskəndər idi. Bu qalır ki, bu tərəf eləmək istəyir. Buxağı. Gətir. nəyə? Deməli də buzun böyüyəcək. Şey, lapşa da deyil. Lapşa. Vermə şey. Yox, ərişdə. Bıyıqa deyirik, yediş. Ərişdə. Yox, ərişdə başqa. Onun da dalğa var aparır. Drenaj məqsədindən. Mərcus, qırmızı mərcus. Elə bayılır, vaxtında iş vaxtı. O dajora qədər. Aynı xanım, nə üçün dalğalı aparırıq bir dənə? Onu limfaların axımına daha rahat olsun deyə. Çünki limfalar o qədər incədir ki, onların axını daha yaxşı olsun deyə. Mən də Yandı, ay. Həmişə şıxlıq da nazim mənim. Aferin sizə. Bax, siz ən yaxşı tələbələrdən götürümlü. Çox sağ olun, həqiqətən götürümlü yaxşıdır. Sağ olun. Ödüm. Sümüyün üstündə. Bu hansı sümükdür? Körpücük? Körpücük sümüyü. Belədir. Necə qəşəng Bakayım, Bir-birlərini qucaqlayırlar. bakayım. Aa, qeyri-adi bir şey. onda deyil o. Sənin adın nədir? Kübra. Tanışmamıza şad olun. Gülücü zəifli var. Yığıldı. Məndə də bu Məncə bu üzümdə tərəf zəiflik lap çox zəiflikdir elə. O tərəf elə olmadı. Bura lap Buranın çox. ağrım var, burada da çox ağrım. Kızlar çəkdiklərinizi atın qrupa. Tak, bir dənə buranı rahatlayaq, zəhmət olmasın. Bura olar. Olar, problem yoxdur. Onun hərəkətini məhdudlaşdırmır ki, biz əzələni işləyəndə dəraltı əzələni bura lazım deyil. Burada işləyir. Gəl ayağını soyunacaqsan şalvarı. Şalvar bura kimi gəlir, bura kimi gəlir. Şalvarı belə eləyərəm. Tamam, bir şey onda. Davay uzadın onu gəl. Sonra patlamışım. Başlayalım. Cümləmizə gəlməmizə 7 il getirdim, 7 gün qalmadı.
Hə, belə uzun kəsim. Baxın. Versin, xəfif. Uzun deyəndə nazik yox, uzunluğunu bilirsiniz, bəlkə bir şey kəsmişdiniz. Bundan yuxarıda, yəni budaqdan yuxarı 3 dənə qalsın dəstədə belə. Hə, elə mi? 1, 2, 3, bəli, 3. 1, 2, 3, 4 dənə. Hələ qalın xəttdən Hə, bura iğnəsiz işləyirəm. Tak, niyə buradan vuracam qıza? Çünki diz altı, arxası limfa vəsi buradadır. Biz belə limfa axarları, deməli limfa necə işləyir? Vəzə doğru gedir. Belə bu şəkildə. Vəzə doğru axır, limfa belə axmır. Və limfa belə axır. Belə aşağıdan yuxarıya axır. Siz əksin burada. Biz bütün dərslərdən təkrar elədik bu gün. Aşağı ətrafları da, üz nahiyəsində. Tələbata görə dəyişir. Yuxarı ətrafları da tünzalə mətanətə göstərirdi. Mətanət o dərsdə olmamışdı. Siz zəhmət olmasa bir yoxlayarsınız, görün İslama düzgün yapışdırır. Limfa işləyirsə ancaq dağılır. Onu adam öz-özünə vura bilməz. Arxadan, hə. Çətin olur. düz yapıştım nasıl bunlar düşünürsə. Maraqlıdır bu ağrıları götürəcək. Ülviyyədən gələn dərs soruşarıq. Necə elmə elmi artıq təsdiq olunur, yəni müalicə mexanizmi. Əgər elmi təsdiq olunmasaydı, heç bir konferanslarda, universitet nəzdində, dərslərdə o təlimi verilməzdi, o cümlədən varipozda eləmirik, əks göstərişli qızlar. Varipozda, yəni iri damarlar ki belə, onlarda əks göstərişli. Alıcı varsa. Bunun Yox, o heç ulduzlar olur, o başqa. Bəli. Fərqi var, bu belə davranış forması. Fərqi var. Limfaları drenaj eləmək üçün dalğalı işləyirik. Şiş ayaqı var. Demək, önümüzdə ulduzlara olar, iri damarlara olur. Yox, iri varipozlara var. Sağ olun. Yaxşı qarçı olmayanda, Yaxşı qarçı olmalıdır. Ümumiyyətlə bunlara ki, elə termi işlətdiyiniz qarçını başqa şey sənə deyilsin. O körüşdanış Könül komplekt almışdı bəyək 4 manata. Yox, 20-dən keçir. 20 manat alış-verişə o 4 manata düşür də. Əslində teyp qarçıları bahadır. 20 manat. Yəni burada saxlanılır, şeydə, yəni kəs iti olur, qəşəng olur. Üstü deyəsən kefaldır, nədir, yapışqanlı olmalılar. Bizdə satılır, Rusiyada satılır. Bizdə heç teyp yaxşı qarçısınız. Plakatdə görmüşəm. Yox, mən sizə ilk dərsimizdə danışdım da. Zakaz yapın. Yəni Çinlər istehsal eləyir. İngiltərədə yaşayır ama Canım. Hə. Onu bu yerinə. Mən xoşlamıram mənim əşyalarıma kimsə əl vuranda. Kim boyuna gəlmək? Kalabilmişsiniz orada siz de kalamadın. Qalın bir dənə olsa xeyir eləməsən. Biz limfalar işləyirik. Çok da güzel oldu. Necə gözəl bir Biz sənət əsəridir. Biz sənət əsəridir. Aha. Всё.
bu şəkildə Ayağa qalxır necə eləyir? Onda ayağa qalxır eləyir. nə məqsədlə? Ağrı üçün. Ağrı üçün. Taban-tabanda şoru. Olsun da indi ayağa qalxır. Əvvəlcə nə məqsədlə? Ağrı. Böyle səndə ağrı var ayağa qalxında. Dizlərin də ağrı. Ülviyə biz özünə Dizlərin istirahət etdik. Tak, plantar fassamız var burada. Bu plantar daban sümüdür. Plantar fassa gəlir 5 barmağın, 5 dənə də şaxəsi var. Onu da belə eləməli. Elə edə bilərsiniz onu da. Ya da ki belə plantar fassasından dartıram, yapışdırıram. Bu gecə belə elif yatasan. Bence bunlar acılarda. Açana dağıtıram. Sirkələməyə. Onu masa verilir. Sizcə bir artı xidmət olur. Salam, bunu da belə eləyə bilərsiniz. Çox sağ olun. O ayağını edə bilərik.